Ucar şəhəri Nəsimi küçəsində olan kanalizasiya borusu əsas xəttə qoyulmadığı üçün çirkab suları yola və evlərə axır. Problemin həll yolları var ki, sadə və az xərc tələb etsə də rayon rəhbərliyi laqeyd yanaşır. Buna görə sağlamlıqları ciddi təhlükə altında olan sakinlər çox əziyyət çəkirlər. Biz Ucar rayon sakinləri Nəsimi küçəsində yaşayırıq. Biz hamımız burada, yəni bu qədər deyirik, daha çoxuq. İndi yarısı işlədir, yarısı işlədir, hərə bir tərəfdədir. İndi biz gəlmişik qonşularla, bizim şikayətimiz bir dənə kanalizasiyadan. Yəni hər bir şeyimiz normaldır, bir dənə kanalizasiya sistemimiz. Bura kimi, indiyə kimi yaxşı gəlirdi, orada nəsə elədilər. Qabağını tutdular, indi bizdən su getmir. Qapımız, baca, yəni hamısı bu gündədir. Üfunət iyi gəlir, nə sabah qabaqdan yağ gəlir, bunun bir çayı var, nə bilim nələr var. Yəni özü də bir antisanitär vəziyyətdə yaşayırıq. Bir çox yerdən kanalizasiya elə qoşulub, qabağı getmədiyinə görə şişib hər yerdən çıxıb bu formada. Dayın evin altı sudur. Özü də yağın ki bildirəcək, telegram da vurub bir neçə yerlərə. Məmmədov Sahil. Bir belə mən telegrama vurmuşam, məktub yazmışam. Niyə bu qədər soyuqqanlılıq? Nə səbəbdir bilmirəm, amma istəsələr yarım saatlıq yəni işdir bu. Bunu istər eləmirlər. Sadəcə olaraq eləmirlər. Bura şişib elə olmağına baxmayın. Hamısı vurur üstü gözə. Hamısı vurur. Hamısı vurur baba qapı evin altına. Hamısı vurur evin altına. Vurmur o tərəfi hündürdür deyənə vurmur. Vurur hamısı evin altına. Hamısı ev qalıb təmiz suyun içində sudur bu. Kanalizasiyadır. Buradan bura 12-14 metrə kanalizasiya işləyən lüka qoşmurlar. Ki bu canımız bundan qutarsın. Nə də üstü açıq kanal çəkməyə deyir, icazə yoxdur da. Bu tərəfdə kanal axır. Keçirdim kanalı. Şəhər sovetinə deyirəm, deyir get icraya. İcraya gedirəm, deyir get su idarəsinə. Su idarəsi deyir get baş idarəyə. Salıbdılar karuselə, fırlama və səlam. Hamısı başından eləyir. Bu lükumuz bu rəhdədir. Bu lükun ayağı getmir. Gəlir buralar dolur, deyir buralar bax subut olaraq, bax subut olaraq qardaş. Bax bura dolur. Bax bura dolur, bax belə bax deyir, bax bu tərəflə, bu tərəf çək vardır. Bax bura dolur, olur su, dərya. Uşaqların məktəbə gedəcəyi bax 5 dənə uşaq yaşayır. Bax bu evdə 5 dənə uşaq yaşayır, az yaşlı uşaq yaşayır. Orada 2 dənə az yaşlı uşaq yaşayır. Məktəbə getməyimizə vəcə qalır uşaqlar həyətdə. Bax biz xahiş edirik, bizə bir kömək eləyin. Birazdan bura ağappaq şoran olacaq. Bax buru tam quruyandan sonra ağarır bura. Bütün hamısını vurur bu evin kubikinə. Bax evin arxasına bax. Gör nə hündür bu. Gör haracan orasını qalxır. Bax bura düz o ikinci kubikadan su olur. Bax bura, bax belə. Bax belə. Bir dənə ən acınacaqlı yer bir dənə buralardır. Baba bu ən pis yerimiz buradır. Ayda 2 dəfə Ayaq yolu çəkir. maşına yol çəkirik, maşına var. Buyu vurub hər öz qapısının ağzında. Buyuya maşına ayda 2 dəfə su çəkir. Hadi o da 20 manatdan görə nə qədər pul verir? Bunu istifadəyə versələr, istifadə eləyərik. Elə hərcə düşmərik. Var, kanalizasiya var, sadəcə olaraq kanalizasiya axmır, getmir, qabağı yoxdur. Qoşulanlar var, vurur, çıxır. Bütün lükların ağzından bu vəziyyətdədir. Lükün ağzından çıxır, üfüqat iyi verir hər yerdə. Kanalizasiya sistemi işləmir. Elə başdan antisanitərdir, daha xəstəlikdir. Biz adam kimi yaşamaq istəyirik. Biz adam kimi yaşamaq istəyirik. Biz artıq bir şey istəmirik ki, yolumuz var bu irəkdə, göz qabağında, bax yollarımız. Kanalizasiyamız bu irəkdə. Bax bizə bir kömək eləyin, bir yardım eləyin bizə. Biz də üzümüzü tuturuqsa icra hakimiyyətinə, su meliorasiya gəlirlər, baxırlar, deyirlər ki, düzələcək, heç nə yoxdur ortada. Üzümüzü tuturuq bütün qurumlara, cavabdeh şəxslərə bizi bu bəladan qutarsın. Mən bir daha özümü tuturam icra hakiminə, şəhər sovetinə, su idarəsinin müdürünə, nə bilim su meliorasiya idarəsinin rəhbəri, bütün bu işlə məşğul olan, bu işə cavabdeh olan şəxslərə xahiş edirəm, gəlin, bizə bir dənə kömək eləyin. Sizdən heç nə istəmirik. Bir dənə bizə kanalizasiya verin.